Salam, mənim adım Fidandır. 25 yaşım var. Atam məni puluna görə sevmədiyim bir adama ərə verdi. Bu mənim və sevgilimin qardaşının böyük sirridir. Mən 28 yaşlı Faiqi dəlilər kimi sevirdim. Gözəl bir münasibətimiz var idi. Lakin dolanışıq ucbatından Faiq Türkiyəyə işləməyə getdi. O Türkiyədə olanda gözlənilməz bir şey oldu. Faiqin böyük qardaşı 30 yaşlı Tural bizə elçi gəldi. Sən demə Tural da məni bəyənilmiş. Turalın çox yaxşı işi var idi. Yüksək maaş alırdı. Atam da Turalın var dövlətini, pulunu görən kimi gözü döndü. Mən nə qədər ağlasam da, mən Faiqi sevirəm, Turalı istəmirəm desəm də, atam mənə qulaq asmadı və məni məcburən Turala ərə verdi. Biz evləndik. Bu xəbəri eşidən Faiq dərhal Türkiyədən qayıtdı. Faiq gələn kimi onunla gizlicə görüşdüm və hər şeyi, atamın məni məcbur etdiyini göz yaşları içində Faiqə dedim. Faiq məni bağışladı və bizim üçün gizli bir kirayə ev götürdü. Tural işdə olanda mən tez-tez Faiqlə o evdə görüşməyə başladım. Bir müddət sonra hamilə qaldım və bir övladım dünyaya gəldi. Hamı elə bilirdi ki, uşaq Turaldandır. Tural uşağı öz doğma balası kimi sevirdi. Amma acı həqiqət bu idi ki, o uşaq Turalın yox, gizli sevgilim olan qardaşı Faiqin uşağı idi. Bir gün bu gizli görüşlərdən, yalanlardan bezdim. Hər şeyi gerdə qoyub Faiqlə birlikdə qaçdıq. İki qardaş arasında çox böyük bir düşmənçilik düşdü. Uzun müddət küsülü qaldılar. Amma zaman keçdikcə hər şey soyudu və qardaşlar yenidən barışdılar. Mən isə indi canımdan çox sevdiyim Faiqlə və uşağımızla birlikdə çox xoşbəxtəm. Sizcə atamın səhvinə görə mənim bu addımı atmağım düzgün olub, yoxsa Turala qarşı çox böyük haqsızlıq etmişəm? Şərhlərdə mənə yazın.